Sentyabr, fövqəladə nailiyyət. 1 sentyabr, uğursuzluq bir seçimdir. Heç bir qüvvə təslim olmaq istəyən qadını və ya kişini dayandıra bilməz. Sadəcə ürəyinin səsinə qulaq as və qərar ver. Nəticənin nə olacağı səni narahat etməsin. İstənilən halda verdiyin hər qərarla öz həyat yolunda addımlamış olacaqsan. 2 sentyabr, istəklərin azaldılması qanununda deyilir. Yeni fikir və hərəkət planının tətbiqi üçün nə qədər çox gözləsən, ondan bir o qədər çox uzaqlaşacaqsan. Planı dəyişmək üçün hər gün cəhdlər etməlisən. Əks təqdirdə bu yavaş ölüm kimi gələcəyə olan baxışını məhv edəcək. Dünya şöhrətli insanlar xəyallarındakı uğurları əldə etmək üçün daima müəyyən addımlar atıblar. Edamdan əvvəlki düşüncə xəyaldan başqa bir şey deyil. 3 sentyabr, uğursuzluqların çoxunun əsas səbəbi insanların böyük əksəriyyətinin onlara lazım olan vaxtı, lazım olan şey etmək üçün tələb olunan intizama sahib olmaması ilə bağlıdır. Onlar həyatda, iş həyatında mühüm şeyləri təxirə salaraq daha asan və həlli mümkün olan məsələlərin həllinə çalışırlar. Lakin bir gün yolun sonunda olduqlarını dərk edəndə, həyatı boşuna yaşadıqlarını anlayırlar. 4 sentyabr, hər gün eyni işi görmək yeni nəticə verməyəcək. Nəticəni dəyişmək üçün prosesi dəyişməlisən. 5 sentyabr, fərdi səmərəliliyin sirri diqqətini məqsədə cəmləməkdədir. Uğur qazanmağın sirlərindən biri də nə zaman geri çəkilməli olduğunu bilməkdir. Uğurun yarısı gördüyün işə cəmləşməkdir. Konfutsinin dediyi kimi, 2 dovşanı eyni vaxtda tutmağa çalışan insan meşədən əli boş qaydar. 6 sentyabr, yaşadığın hər bir günün böyük əhəmiyyət daşıdığını unutma. Yaşadığın hər gün həyatının miniatür formasıdır. Həyatını, günlərini yaşadığın kimi yaşayırsan. Bir gününü belə boşuna yaşama. Keçmiş, tarix, gələcək isə bir xəyaldır. Bugün hazırda yaşamaqda olduğun gün sahib olduğun yeganə şeydir. Bugün atdığın hər addım sabahın necə olacağını müəyyən edir. 7 sentyabr, cəld düzəlişlər işə yaramır. Davamlı daxili dəyişiklik vaxt və səy tələb edir. Əzmkarlıq fərdi inkişafın əsasını təşkil edir. Fədakarlıq olmadan böyük uğurlara nail olmaq mümkün deyil. 8 sentyabr, riyazi hesablamalarla göstərilən cəsarətli cəhdlər böyük itkilərə səbəb ola bilər. Cəsarətlə cəhd etmədən necə irəliləyə bilərsən? Ən böyük cəsarətli cəhd etməməkdir. 9 sentyabr, kağıza köçürülmüş hər gələcək plan reallaşacaq plandır. Nəyi planlaşdırırsansa həyata keçəcək. 10 sentyabr, özünə qarşı nə qədər intizamlı olsan, həyat sənə bir o qədər asan gələcək. Nə qədər güclü olsan, həyat səninlə bir o qədər yaxşı davranacaq. Daha güclü olduqda bütün bu zəif impulslara qovuşduğunda və intizama sahib olduğun zaman həyat sənə qarşı daha nəzakətli və əli açıq davranacaq. 11 sentyabr, nə qədər çox əylənər, istirahət edərsənsə, gerçək xoşbəxtliyə bir o qədər çox yaxınlaşarsan. Xoşbəxtliyin əsas mənbəyi yalnız bir söz ola bilər, nailiyyət. Müvəffəqiyyət həqiqətən də sənin üçün vacib olan nəticələrin mütərəqqi nailiyyətləri ilə bağlıdır. Xəyalını qurduğumuz həyatlara sahib olmaq həmişə özü ilə məmnuniyyət və xoşbəxtlik hissi gətirir. Həyatın mahiyyəti budur. Böyük uğurlara nail olarkən əylənmək lazımdır. 12 sentyabr, görmədiyin hədəfə heç vaxt çata bilməzsən. İnsanlar bütün həyatları boyu daha xoşbəxt olmaq, daha həyəcanlı yaşamaq və həyat dolu olmağı arzu edir. Lakin ayda 10 dəqiqələrini ayırıb bu zaman kəsi ərzində qazandıqları nailiyyətləri bir kənara yazmaq və gələcək məqsədləri haqda düşünmək istəmirlər. Məqsədləri müəyyən etmək həyatı daha gözəl hala salacaq. Dünyan daha zəngin, daha məftun edici və daha möhtəşəm olacaq. Unutma, doğruluq ustalıqdan üstündür. 13 sentyabr, təzyiq pis şey deyil. Təzyiq böyük nəticələr əldə etmək üçün sənə ilham verə bilər. İnsanlar çox vaxt küncə qısıldıqları zaman xariqələr yarada bilir. Daxillərindəki böyük potensialı ortaya çıxarmağa müvəffəq olurlar. 14 sentyabr, alovlanan ehtiras hissi arzuların üçün ən güclü yanacaqdır. 15 sentyabr, cəsarət məfhumu sənə öz yolunda addımlamaqda kömək edir.
Doğru olduğuna inandığın üçün cəsarət hər istədiyini reallaşdırmağa zəmin yaradır. Bundan başqa cəsarət sənə başqalarının uğursuzluğa düçar olduğu mərhələlərdən uğurla keçməyin üçün səbr, təmkin verir. 16 sentyabr. Həyatındakı yeganə çərçivə sənin müəyyən etdiyin çərçivədir. Rahatlıq dairəndən xilas olmağa və bilmədiklərini kəşf etməyə cəsarət etdiyin zaman insan imkanlarını azad etməyə başlayırsan. 17 sentyabr. Meydana çıx, tənqidçiləri unut və həyatın sənə gündəlik bəxş etdiyi gözəlliklərdən zövq al. Tənqidçiləri dinləsən, heç vaxt böyük uğurlara nail ola bilməyəcəksən. Həyat çox qısadır. Günlər isti yay günündə dəniz kənarında barmaqlarının arasından süzülən qum dənəcikləri kimi sürətlə axıb gedəcək. Sən parıldamaq üçün doğulmusan, istedadlarını gün işığına çıxart. 18 sentyabr. Daha yaxşı həyatını dirçəltmək üçün sağ ikən ölməyi bacarmağın vacibdir. İnsanların çoxu ölümsüz kimi yaşayırlar. Bəziləri həyatlarının daha uzun olmasını arzulayır, lakin buna baxmayaraq onu boşuna yaşayır. Hər hansı bir hadisə baş verənə qədər yaşamağı bir kənara qoyurlar. Ən yaxşı həyatını dirçəltmək üçün hər günü son gün kimi yaşamalısan. 19 sentyabr. Uğura və aliliyə çata bilən insanları digərlərindən fərqləndirən böyük bir xüsusiyyət var. Birincilər hər kəsin xoşlamadığı, qaçdığı işləri görürlər. 20 sentyabr. Uğurlu insanlar hər gün dərin bir xoşbəxtlik yaşaya bilən, uzun müddətli zövqlər üçün qısa müddətli həzdən imtina edə bilən şəxslərdir. 21 sentyabr. Həyatda yalnız bir uğursuzluq var. Cəhd etməmək. Həyatda ən böyük uğursuzluq ən yaxşı kartlarınla oynamaqdan imtina etmək və səni qorxudan şeylərə doğru addımlamamaqdır. 22 sentyabr. Kolumdan əvvəl də bir çox səyyah o sahili görmüşdü, lakin yaxınlaşıb yelkən salmamışdı. Kolumb hamının gördüyünü görüb heç kimin etmədiyini etdi, cəsarətlə sahilə yaxınlaşdı. Onu qəhrəman edən də bu oldu. 23 sentyabr. Bütün irəliləyişlər qəlbinin səsinə qulaq verən, kütləni deyil, öz vicdanını dinləyən insanların sayəsində baş verir. İnkişafın təməlini cəhd etməyi bacaran, qorxularının üzərinə gedə bilən insanlar qoyub. Dahilik insanların mümkünsüz kimi qəbul edərək imtina etdiyi işləri yerinə yetirməkdir. 24 sentyabr. Bilik yalnız mümkün gücdür. Gücün ortaya çıxması üçün onun üzərində işləmək lazımdır. İnsanların çoxu bu və ya digər vəziyyətdə, o cümlədən ümumilikdə həyatları boyu nə etməli olduğunu bilirlər. Problem bundadır ki, onlar bu haqda hər gün düşünmür və öz arzularının fərqinə varmırlar. 25 sentyabr. Yaxşı yaşamaq istəyirsənsə, böyük təhlükələri gözə almalısan. Dalğıcılar ən gözəl sədəfləri tapa bilmək üçün ən dərin və ən təhlükəli sularda üzürlər. 26 sentyabr. Yeni vərdişlər qazanmağa çalışdıqda bir müddət narahatlıq hiss edəcəksən. Bu, yeni ayaqqabının ayağını vurması kimi bir şeydir. Müəyyən müddətdən sonra gözəl, yeni ayaqqabılardan rahatlıqla zövq ala biləcəksən. Ən uğurlu insanlar rahatlıq dairələrini tərk edə bilən insanlardır. 27 sentyabr. Görkəmli insanların diqqəti əsas məqsədləri üzərində cəmləşib. Bu, zamanı idarə etməyin sirridir. Gündəlik işlərini əsas məqsədinə uyğunlaşdır. Böyük fərqi hiss edəcəksən. 28 sentyabr. Əsl mükafat məqsədlərin müəyyən olunması və əldə edilməsi ilə qazandığın mükafatlar deyil. Hədəflərinə çatmağa çalışdığın yolda keçirdiyin inkişaf mərhələsi və dönüb olduğun yeni insandır. Çünki bu yolda sən şüurlu şəkildə intizam yaratdın. Öz bacarıqların haqda yeniliklər aşkar etdin. Sahib olduğun imkanların hamısını ortaya qoymağa müvəffəq oldun. Bu, özlüyündə ən böyük mükafatdır. 29 sentyabr. Bir çox insanlar elə yaşayır ki, sanki istəmədiyimiz, etməli olduğumuz hər işi yerinə yetirmək üçün tükənməz zamanımız var. Buna görə də biz həyatımızı əsas amal və məqsədlərimizə deyil, gündəlik qayğılarımıza həsr edərək yaşayırıq. Bu, təəssüflərlə dolu bir həyatın formuludur. Özünü, vaxtını daha səmərəli idarə etməyə məcbur et. Vaxtının nə qədər əhəmiyyətli olduğunu dərk etməyə çalış. İnsanların ən qiymətli var dövlətindən faydasız yerlərə sərf etməsinə icazə vermə.
Zamanı həqiqətən dəyərli işlərə sərf etmək lazımdır. 30 sentyabr. Nə qədər çox sual versən, o qədər çox cavab alarsan. Lakin bildiklərini təcrübədə yaşamağın da vacibdir. Uğur rəqəmlərlə oynanılan bir oyundur. Buddist mütəfəkkirlərin dediyi kimi, öküzün gözünə tuş gələn ox yüzlərlə uğursuz cəhddən sonra qazanılan uğurdur. Üzünə xahiş edən ifadə verib sevimli restoranında çalışanlardan sənə daha yaxşı masa ayırmasını, hava yolları şirkətindən uçuşunu ödənişsiz dəyişməsini istə. İstədiyin şeylər üçün səmimiyyətlə xahiş etdiyin zaman həyatına axacaq bərəkətə təəccüblənəcəksən.